Salam ərəb dilini öyrənmək istəyənlər. Bu gün sizə iki yeni hərf barədə məlumat verəcəyim. İlk hərfimiz T hərfidir. Azərbaycan dilindəki T səsi kimi tələffüz edilir. İncə səslənir. Dörd şəkilli hərflərdəndir. Üzərində iki nöqtə var. T hərfinin sərbəst forması, əvvəl forması, hər iki tərəflə birləşən forması və son forması. İkinci hərfimiz T hərfidir. T hərfi Azərbaycan dilindəki S səsindən fərqlənir. Dilin ucu yuxarı dişlərin arasından çıxmaqla pərtəy və incə səslənir. T hərfi dörd şəkilli hərflərdəndir. Üzərində üç nöqtə var. T hərfinin sərbəst forması, əvvəl forması, hər iki tərəflə birləşən forması və son forması. Biz bugün iki yeni hərfdən bəhs etdik. Ərəb dilini öyrənmək ümidi ilə Allahın amanında qalın.